Əziz media nümayəndələri, mənim haqqımda xəbərləri çox rahatlıqla paylaşırsınız. Efirdə hər hansısa bir qalmağala müdaxilə etsəm, fikir bildirsəm, silsilə şəkildə paylaşırsınız. Gəlin qaynana mövzuları məişətdən danışanda hər detalını ayrıca paylaşırsınız. 2-3 gündür mən mədəniyyət festivalinə çıxmışdım. Və hər gün Azərbaycanın toy adətlərindən, xına yaxtısından dövlət səviyyəsində təqdimat etdim. Və onu öz səhifəmdə özəlliklə paylaşdım. Görmədiniz? Həqiqi görmədiniz? Bəlkə sizin qavrayacağınız bir uğur deyil bu. Bəlkə sizin potensialda deyil bu xəbəri paylaşmaq. Gərək illa vurasınız adama. Gərək illa bir zəif yerini tutub paylaşasınız. Uğuru paylaşmaq və həzm etmək belə çətindir. Tolikdən başqa bir insan mənə göz aydınlığı verməyib mediadan. Niyə? Görmədiniz? Nə yaxşı pis xəbərləri paylaşmağa üzünüz ağ, üzünüz qar olsun. Nə olar ki insanın uğuruna sevinəsiz? Nə olar ki bir insana deyəsiz ki, yalandan da olsa deyəsiz ki, halal olsun. Evin içindən xına yaxtını götürdün, devlətin sərgisinə çıxartdın. Nə olar? Demək çətindir, hə? Sizi qınamıram. Sizi qınamıram. Hər kəsin başının çıxacağı bir yeri var. Görünüz, sizin uğurdan başınız çıxmır. Uğursuzsunuz çünki. Bax, belə qınayıram hamınızı. Kim mən necə tanıyır bilmirəm. Mən öz-özümdən narazı adamım. Atam mənə deyirdi ki, yaxşılığı imkanlı adam elə. Mənim ətrafımda bir neçə müğənni dostlarım da bunun şahidi olub. Mən bugün özümdən üzr istəyirəm. Üzr istəyirəm ona görə ki, xəstə, yayda mən sətəlcəm olmuşdum. Yəqin ki, bildiniz. Zaur Baxşəliyev də efirdən başqa adamlara göz aydınlığı verdi. Ki, gözün aydın nazir sətəlcəm olub. Həmin o vəziyyətimdə köynəyim belə sıxılır 5 dəqiqədən bir. Köynəyim belə sıxılır və mən nəfəs alırsan ağciyərlərim fışqırıq çalır. Ürək dolu nəfəsə həsrət vaxtım. Mən həmin ərəfəmdə qaçıb yardıma qoşmuşam. Getmişəm kiməsə kömək eləmişəm. Elə bir kömək eləmişəm ki, onu pulla eləmək olmur. Ora ürək qoymaq lazım idi. Ora cəsarət qoymaq lazım idi. Birini böyük zibildən qutarmaq lazım idi. Mən bu yaxınlarda sərgi eləyəndə həmin o dardan qutardığım insanlardan bir neçəsini dəvət eləmişdim. Ki, gəlin yanımda olun. Mən onu yetdən eləməmişdim ki, gəlin sizi yoxlayıram. Ağlımın ucundan da keçməzlik olar, elə vəfasız olarlar. Sadəcə olaraq dedim ki, sizi gözləyirəm də ölkənin qabağına çıxmışam sərgiyə. Mənə qalxdı dedi ki, biri, mən qrip olmuşam, halsızam, gələnməyəcəm. Mən sətəlcəm olmuşdum, sətəlcəm. Mən ölürdüm. Sən köməyinə çatanda. Sən zibildən qutaranda mən ölürdüm. Başa düşürsən? Sən bugün qripsən, mənim qabağıma gəlib çıxa bilmədin. Vaxtında mənə demişdilər, nankorlara, vəfasızlara yaxşılıq eləmə. Bir gün onun peşmançılığını çəkəsən. Mənə tapşırmışlar, mən dinləməmişdim. Bugün də peşmanam. Tam mənə nəyə zəh vurursunuz ki? Mən sildiyim adamı silirəm. Mənə nəyə zəh vurursunuz ki? Nəyə mesaj yazırsınız ki? Ehtiyacım yoxdur. Ömrü boyu mənə ehtiyac olub cəmaatın. Mənim ehtiyacım yoxdur. Zəh vur. Dünəndən evə gəlin getmişik. Gəlin evdə tapılmır. Deyirəm ki, xınanı qoyum, gəlin evdə tapılmır. Hara gedirsən? Bir günün gəlini qapılar gəzməz. Gəl evdə bir qaynanana qulluq elə. Bu nədir? Gəlinliyi seçim səfəndən icazət almamışsan. Hər yerə çıxırdı. Yer getmir. Bu da geyib gəlin olacaq qapılarda.